Daha bir sualın izahına keçək yoldaşlar. Sualımız belədir. Altından xətt çəkilmiş sözlərdən biri quruluşuna görə digərlərindən fərqlənir. Biz bilirik ki, sözlər quruluşuna görə 3 cür olur. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Keçid edək variantlara. Baxaq görək fərqləndirilmiş sözlər quruluşca necə sözlərdir. A variantı. Hər şey bir qırpımda həll olundu. Demək, qırpımda sözü fərqləndirilib, biz bu sözün quruluşunu tapmaq üçün həmin sözü kök və şəkilçiyə ayırmalıyıq. Demək, qırpımda sözündə qırpmaq kökdür və feildir. Şəkilçisi isə feildən isim əmələ gətirən leksik şəkilçidir. Da yerlik hal şəkilçidir. Demək, biz bilirik ki, bir sözdə azı bir leksik şəkilçi varsa, həmin söz quruluşca düzəltmə söz hesabı olunur. B variantı. Qapım üzünüzə həmişə açıqdır. Qapım sözü fərqləndirilib, kök və şəkilçiyə ayıraq. Qapı sözün köküdür, isimdir. Mənim qapım. Demək, mənsubə şəkilçili sözdür. Bilirik ki, özündən əvvəl yəlik hallı söz bu nümunədə buraxılıb. Demək, həmin sözümüz bir kök, bir qrammatik şəkilçidən ibarətdir və biz bu sözlərə sadə sözlər deyirik. Çünki üzərində leksik şəkilçisi yoxdur. C variantına baxaq. Şairin duyum hissi güclü olmalıdır. Demək, duyum sözü fərqləndirilib, duymaq feilindən duyum ismi əmələ gəlib. Demək, bu sözün üzərində də bir leksik şəkilçisi varsa, həmin sözdə düzəltmə söz hesab olunur. D variantı. Geyimi səliqəli idi. Geyməkdən, geymək feilindən geyim ismi əmələ gəlib. Onun geyimi. Demək, buradakı idə mənsubiyyət şəkilçisidir və mənsubiyyət şəkilçisi qrammatik şəkilçi hesab olunur. Geyimi sözündə də bir leksik şəkilçimiz var. Demək, bu sözdə quruluşca düzəltmə söz hesab olunur. Y variantı. Qədirin ölüm xəbəri hamını sarsıtdı. Ölüm sözü fərqləndirilib, ölmək feilindən ölüm ismi əmələ gəlib və bu sözün üzərində də leksik şəkilçisi var və həmin söz düzəltmə söz hesab olunur. Bizdən isə şərtdə fərqli olanı istəyirdi. Demək, verilmiş variantlardan fərqli olan yalnız B variantıdır. Çünki burada fərqləndirilmiş söz quruluşca sadədir, amma digər variantlarda verilən sözlər quruluşca düzəltmədir.